Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Göygöl rayonunda küçədə yıxılan kişi vəfat edib. Xəbər verilir ki, sentyabrın 29-u saat 10 radələrində Göygöl şəhəri Hacıyev küçəsində şəhər sakini 1962-ci il təvəllüdlü Zahid Apozov yıxılıb. O, başına həyəsindən aldığı xəsarət nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, ailəsinin əzizlərinə səbirlər edirik. Cabirin ölümü çox vaxtsız oldu. Hələ də onun öldüyünə inana bilmirik. Xəbər verilir ki, əməkdar artist Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında bunu Space TV-nin direktoru Vado Karabin deyib. O bildirib ki, Cabir İmanov mehriban insan olub. Mən onu uşaqlıqdan tanıyıram. Bir məktəbdə oxumuşuq. Ən sevdiyi əmək fənni idi. Cabir İmanov istedadlı idi. Maşınları çox sevirdi, həvəskar idi. Anatik obrazda məhz maşına olan həvəsindən dolayı ərsəyə gəlmişdi. O həmin obrazı da professional oynayırdı. Cabir heç kim əvəz edə bilməz. Sonuncu dəfə sentyabrın 7-sində dostumuzun övladının toyunda görüşmüşdük. Ölüm heyif ki, ən gözəl insanlara aparır. Buna təəssüflənirəm.